Bəzən səhifədə, bəzi mətnlərdə görə bilirik ki, mətnlərin bir hissəsi qalın yazılıb, yəni qalın şriftlərlə yazılıb. Bəziləri maili yazılıb və yaxud altından xətt çəkilmiş ola bilər, ya da ki, üstü işarələnmiş ola bilər və s. Biz bunu HTML-də necə edirik, ona baxacağıq. Bura bir PTQ əlavə edirəm, paragraf üçün və bura lorem yazıram, bir test mətni üçün. Və deyək ki, mən burada lorem sözünü qalın şriftlərlə yazmaq istəyirəm. Bunu necə edirəm? Lorem sözünü seçirəm və Alt-W basıram. Və burada B taqımız var, qalın şriftlə yazmaq üçün. Və gördüyünüz kimi lorem sözü avtomatik olaraq qalın şriftlə işarələndi. Bunun üçün bizim ikinci bir taqımız da var, strong. Hər ikisi gördüyünüz kimi eyni işi görür. Bəs fərq nədir? B taqının semantik cəhətdən hər hansı bir əhəmiyyəti yoxdur. Yəni o SEO üçün xüsusi bir məna daşımır. Ancaq strong sözü, yəni strong taqı daha doğrusu, SEO cəhətdən bir məna kəsb edir. Yəni axtarış mühərrikləri gəlib bizim mətnimizi oxuduqda burada yazdığımız lorem sözün vacib bir söz olduğunu başa düşür və bunu bu şəkildə qəbul edirlər. Ancaq B taqında olduqda o sadəcə olaraq şrifti qalınlaşdırır, ancaq xüsusi bir məna kəsb eləmir axtarış mühərrikləri üçün. Bundan əlavə Screen Reader adında proqramlar var. Bu proqramlar əsasən gözdən əlilliyi olan insanlar üçün və yaxud gözü zəif görən insanlar üçün, ya da ki, gözü normal görür, ancaq deyək ki, maşın sürür kimsə və veb-saytın mətnini oxuya bilmir və ona səsli olaraq qulaq asmaq istəyir. Bu tip işlər üçün Screen Reader adında proqramlar istifadə olunur və Screen Reader proqramları əsasən səhifənin kontentini oxuyur və səsli şəkildə istifadəçiyə çatdırır. Və biz strong taqından istifadə elədikdə həmin bu proqramlar burada işarələdiyimiz sözü xüsusi vurğu ilə tələffüz edir. Ancaq B taqında bu şəkildə olmur və normal bir söz kimi tələffüz edir. Bundan başqa ikinci və üçüncü sözümüzü deyək ki, biz maili şəkilə gətirmək istəyirik. Buna italik deyirlər ingiliscə. Bunun üçün yenə Alt-W ilə mətni seçirəm və burada I hərfini əlavə edirəm. Bu da italik sözünün qısaltmasıdır. Gördüyünüz kimi mətnimiz maili şəkildə göstərilir. Bunun üçün də ikinci bir taqımız var, M. Bu da yenə eyni işi görür. Biraz əvvəl strong və bold haqqındakı fərqlər burada aiddir. M taqının semantik cəhətdən bir mənası var və əhəmiyyəti var. Və həmçinin yenə bu ekran oxuyucu proqramlar, yəni screen readerlar, bu M taqının içində yazılan sözləri xüsusi bir vurğu ilə tələffüz edirlər. Ancaq I ilə olduqda isə bu baş vermir, o sadəcə olaraq vizual olaraq mətni maili hala gətirir. Deyək ki, biz mətnin bu hissəsini, yəni dördüncü sözü həm maili, həm də qalın formaya gətirmək istəyirik. Bunun da yolu asandır. Bunun üçün sadəcə olaraq 2 dənə taqı iç-içə salacağıq. Bunun üçün əvvəlcə B, daha doğrusu strong da yaza bilərik. Strong yazaq. Qalınlaşdırdıq və qalınlaşdırdıqdan sonra növbə gəlir onu maili hala gətirməyə. Və burada M istifadə eləyək. Və gördüyünüz kimi həm qalın, həm də maili hala gəldi. Başqa nə kimi taqlarımız var mətni format eləmək üçün? Deyək ki, bizim bir riyazi düsturu yazırıq və orada x kvadrat istifadə eləməliyik. Normalda belə də yaza bilərik, amma bu yaxşı görünmür əlbəttə və biz istəyirik ki, 2 yuxarıda dursun. Bunun üçün belə bir taqımız var. Superscript'in qısaltmasıdır və 2-ni bura yazsaq, avtomatik olaraq 2x-in üstündə görsənir. Bunun əksi olaraq aşağıda göstərmək üçün isə subscript, yəni sub adında bir taqımız var və bu da 2-ni aşağıda göstərir. Başqa nümunə onu göstərə bilərik ki, 10 sözdən ibarət bir mətn yazaq və mən dollar sözünü
üstünü işarələmək istəyirəm. Yəni markerindən üstü işarələnmiş kimi, rənglənmiş kimi görsənməsini istəyirəm. Bunun üçün nə edirəm? Bunu bir taq əhatəsinə alıram və bunun üstünə əvəzinə bura mark yazıram. Və gördüyünüz kimi üstü işarələnmiş oldu. Lorem sözünü başqa nə edə bilərik? Üstündən xətt çəkilmiş, yəni silinmiş kimi göstərə bilərik. Bura del yazırıq və bu formaya düşür. Ipsum sözünü də altından xətt çəkək. Bunun üçün də istifadə edirik. Insert, qısa olaraq taq adı ins yazılır və gördüyünüz kimi bunun da altından xətt çəkilmiş olur. Biz bu taqların hamısını lazım olduqca istifadə eləyəcəyik. Ən çox istifadə olunanlar strong və m-dir, semantik cəhətdən əhəmiyyət kəsb elədiyi üçün. Bundan başqa biz del taqından da istifadə eləyəcəyik və s.